bu əlimdən aşağı biləyimdə elə bildiğin ki ağrılar var. Həmin ağrılar elə bildiğin vurur mənim dirsəyimə kimi. Həmin ağrılar. Ağrılar har anda dedin? Biləyimdə deyil, biləyimdə. Bir biləyində yoxsa ikisində də? Bəli, sol biləyimdə. Birində. Sol biləyimdə. Hə. Nə qədər vaxtı? Bəli, bəli. Nə qədər vaxtı? 3-4 gündür beləsinədir. İndi də şişibdi, biraz şişibdi. Şişkinlik də var? Şişmə hardasa 1-2 gündür. Aha. Qızartı yoxdur? Xeyr, qızartı yoxdur, doktor. Aha. Nədən sonra oldu? Valla bilmirəm. İndi mən ağır işdə işləyirəm. Ondan ola bilərmi, bilmirəm. Necə? Mən sizə bir məsləhət verim eləyin. Mənim bu telefon nömrələri mənim telefon nömrələrimdir. Onu götürərsiniz. 055 250 1080 ya 050 635 04 22 ya 070 236 11 11. Hasından istəsəniz mənə deyərsiniz cavabını. Götürün kələmi, isti suya salın yarpağını. Bir 60 saniye, yəni bir dəqiqə qalsın qaynar suda. Sonra çıxardın, döyəşləyin. Nə istəyirsiniz, bıçağın arxasından, nə istəyirsiniz. Və sonra ora bal çəkin, bağlayın həmin yerə. Həm şişkinliyini götürəcək, həm ağrını götürəcək. Bir neçə gün eləyin səhər axşam, lap gün orta. Effekt görsəniz yox, nəsə alınmadı, onu da mənə zəng eləyin. Əgər müayinəniz varsa, WhatsApp-la onu da atarsınız, baxaram.